Salam, hər vaxtınız xeyir olsun. İTV Xəbərin bugünə olan ilk buraxılışını təqdim edirik. Studiyada Murad İbrahimoğludur. İran prezidenti Məsud Pezeşkiyan prezident İlham Əliyevə zəng edib. Məsud Pezeşkiyan Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev ölkəmizin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib. Yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb. İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib. Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını vurğulayıb. Telefon söhbəti zamanı regionda sülhün tezliyi ilə əldə olunmasının zəruriliyi qeyd edilib. İTV Xəbər efirdədir. Tehranın qərbində yerləşən Kərəc şəhərindəki körpüyə endirilən zərbələr nəticəsində 8 nəfər ölüb, 95 nəfər yaralanıb. Həyatını itirənlərin dinc sakinlər olduğu bildirilir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump sözü gedən hadisəyə münasibət bildirib. O, İranda ən böyük körpünün artıq mövcud olmadığı mesajını verib. Ağ Ev lideri həmçinin İranın vaxt itirmədən razılaşma masasına oturmalı olduğunu da qeyd edib. Trumpın hədələrinə İranın cavabı gecikməyib. Ölkənin Xarici İşlər Naziri Abbas Əraqçı bildirib ki, ABŞ və İsrailin mülki infrastruktur obyektlərinə endirdiyi zərbələr İranlıları təslim olmağa məcbur etməyəcək. Onun sözlərinə görə bu yalnız düşmənin məğlubiyyətini və mənəvi çöküşünü göstərir. Əraqçı qeyd edib ki, dağıdılmış bütün binalar və körpülər yenidən inşa ediləcək. Lakin ABŞ-nin nüfuzuna dəyən zərər heç vaxt bərpa olunmayacaq. Rosatom Dövlət Nüvə Korporasiyasının rəhbəri Aleksey Lixaçov İrandakı Buşəhər Atom Elektrik Stansiyasından əməkdaşların çıxarılması barədə məlumat verib. Bildirib ki, təxminən 200 nəfəri əhatə edən təxliyənin yekun mərhələsi bu həftə həyata keçirilməlidir. Buşehir stansiyasının birinci bloku işini davam etdirir. Sahədə bir neçə nəfər qalacaq. Çünki həm tikinti sahəsinin, həm də yaşayış şəhərciyinin işlək vəziyyətini saxlamaq, həmçinin İranlı tərəfdaşlarımıza birinci blokun istismarında yardım etmək lazımdır. Lakin bunlar könüllülər olacaq və onların sayı çox məhduddur. Hərəkət marşrutları həm İsrailin, həm də ABŞ-nin səlahiyyətli orqanlarına çatdırılacaq. Biz bütün kanallar vasitəsilə həmin vaxt atəşkəs rejiminə ciddi riayət olunmasını xahiş etmək üçün bütün kanallardan istifadə edəcəyik. Rəsmi Moskva, Vaşinqtonun İrandakı hərbi planlarından xəbərsizdir. Bunu isə Kremlin sözçüsü Dmitri Peskov bildirib. O qeyd edib ki, yaxın şərqdəki müharibə artıq yalnız region ölkələri üçün deyil, bütün dünya üçün mənfi nəticələrə səbəb olur. Biz hələ dəqiq bilmirik ki, Trump davam etmək istəyir yoxsa yox. Çünki onun tezliyi ilə bu müharibəni dayandırmaq niyyətində olduğu və məqsədlərinə çatdığı barədə bəyanatını eşitmişik. Əslində necə olacaq bilmirik. Bizim Rusiya, Amerika Birləşmiş Ştatları ikitərəfli münasibətlərimizdə öz müstəqil proseslərimiz gedir. Biz onlara davam etdirəcəyik. Müharibənin mənfi fəsadları artıq bütün dünya iqtisadiyyatına, regionun sabitliyinə və siyasi proqnozlara ağır zərbə vurur. Biz vəziyyətin dərhal sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Bu mənfi nəticələri minimuma endirməyin yeganə yoludur. Bu arada Hörmüz boğazındakı vəziyyətə həsr olunmuş təhlükəsizlik konferansının iştirakçıları İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiq etmək ideyasını rədd ediblər. Bu barədə 40-dan çox ölkənin Xarici İşlər Nazirlərinin iştirak etdiyi iclasa sədrlik edən Böyük Britaniyanın Xarici İşlər Naziri Yvette Cooper bildirib. Onun sözlərinə görə London gəmilərin hərəkətini blokadadan çıxarmaq üçün Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlığı nəzərdən keçirir. Biz əvvəldən Amerika Birləşmiş Ştatlarına fərqli mövqe tutmuşuq. Yaxın şərqdəki hücum hərəkətlərinə qoşulmadıq. Çünki eskalasiya riskləri, bunun iqtisadiyyata təsiri ilə bağlı ciddi narahatlıqlarımız var idi. Lakin indi biz İranın beynəlxalq gəmiçiliyə qarşı bu münaqişədə heç bir rolu olmayan ölkələrə təsir edən məsuliyyətsiz hücumları ilə üz-üzəyik. Bu vəziyyət Birləşmiş Krallıqda yanacaq və ipoteka qiymətlərinə, eləcə də dünya üzrə təyyarə yanacağına, Afrikaya gübrə, Asiya isə qaz nəqdinə mənfi təsir göstərir. Dünyanın hər yerində ölkələr bundan zərər görür. Məhz buna görə də biz boğazın yenidən açılması üçün mümkün olan hər bir diplomatik tədbirin görülməsində qətiyyətliyik.
Bəli, Hörmüz boğazı yenidən müzakirə mövzusudur. İran keçiddən istifadə üçün ödəniş və icazə mexanizmi tətbiq etmək istəyir. Lakin bu addım Hörmüz boğazını təkcə coğrafi deyil, həm də siyasi təsir vasitəsinə çevirə bilər. Halbuki beynəlxalq qaydalara görə Hörmüz boğazından keçid hər kəs üçün açıq olmalı və xüsusi icazə tətbiq edilməməlidir. Mövzunu əməkdaşlarımız davam etdirir. Bütün diqqəti özünə yönəldən Hörmüz. Fars və Oman körfəzlərini birləşdirən bu dar su yolu vasitəsilə dünya neftinin təxminən 1/5 daşınır. Coğrafi olaraq da sahil xətti əsasən İran və Oman arasında bölünür. Müharibənin ağırlığının düşdüyü boğazda indi yeni qaydalar tətbiq edilir. Hərçənd Hörmüzün rəsmi statusuna nəzər saldıqda beynəlxalq naviqasiya üçün istifadə olunan boğaz sayılır. Yəni bütün dövlətlər, istər sahilyanı ölkələr, istərsə də qeyri-sahilyanı dövlətlərin gəmiləri boğazdan sərbəst, fasiləsiz olaraq keçə bilər. Ancaq son günlər İran Hörmüz boğazından ödənişli keçidi təşkil edərək sabit tarif tətbiq edib. Məlumata görə təsdiqlənmiş gəmilər icazə kodu alır və hərbi dəniz müşayiəti ilə təmin olunur. Bəzi hallarda isə alternativ bayraq altında üzmək tövsiyə olunur. Bu baxımdan sahilyanı dövlətlər, o cümlədən də İranın Hörmüz boğazından keçən gəmilərə rüsum tətbiq etmək hüququ yoxdur. Və təbii ki, İranın həmin konvensiyaya görə müəyyən hüquqları var. Məsələn, öz ərazi sularında müəyyən naviqasiya qaydaları tətbiq edə bilər və yaxud ətraf mühitin qorunması ilə bağlı tədbirlər görə bilər. Ancaq İranın qeyd etdiyimiz kimi nə boğazdan keçən gəmilərə rüsum tətbiq etmək hüququ var, nə də ki, boğazı tam olaraq bağlamaq. BMT-nin Dəniz Hüququ Konvensiyasının 42-ci maddəsinin 2-ci bəndinə əsasən xarici gəmilər arasında hər hansı bir ayrı seçkiliyə yol verilməməlidir. Digər 44-cü maddəyə görə isə boğazlarda sərhədi olan dövlətlər tranzit keçidə mane olmamalı və naviqasiya və ya uçuş üçün məlum olan istənilən təhlükə haqqında müvafiq bildirişlər verməlidir. Tranzit keçidin dayandırılması da qadağan olunur. Konvensiyanın 37, 38, 39-cu maddələrində də tranzit keçidin hüquqi rejimi barədə məlumatlar əks olunub. Buna qədər Amerikanın 5-ci flotu o təhlükəsizliyi təmin edirdi və oradan dünyanın 20% neft məhsulları daşınır, 30% gübrə məhsul daşınır ki, hansı ki fərqli regionlara təsir edir. Əgər neftdən danışırıqsa, bu neftin böyük faizi Çin və Hindistana gedirdi. Gübrə məhsulları həm Hindistana, həmçinin də Afrika ölkələrinə gedir. Bu da qida təhlükəsizliyi məsələsində gündəmə gətirir. Ekspert əlavə edir ki, dünya ticarətinin böyük hissəsi bu marşrutun payına düşdüyündən davam edən müharibə qlobal iqtisadiyyata təsir edərək risklər yaradır. Bir sözlə, təbii resurslar, enerji axınlarına nəzarət uğrunda gedən savaş geosiyasi xarakter daşıyır. Qlobal güclərin yeni təsir alətləri isə hələ ki qara çevrə çizməkdadır. Rəqsanə Qasımzadə, Fərid Cəfərov, İTV Xəbər. Yaxın Şərqdə baş verən hadisələr fonunda Pentagon ABŞ ordusunun baş qərargah rəisi general Randy George'un istefasını təsdiqləyib. Bildirilib ki, Randy George ordunun 41-ci baş qərargah rəisi vəzifəsindən dərhal sonra təqaüdə çıxır. Hərbi Nazirlik onun ölkəyə xidmətini yüksək qiymətləndirərək təşəkkür edib. Xatırladaq ki, daha əvvəl kütləvi informasiya vasitələri Müdafiə Naziri Pete Hegseth'in George'un istefasını tələb etdiyini bildirmişdi. ABŞ prezidenti Donald Trump baş prokuror Pam Bondini vəzifədən azad edib. Bondinin işdən çıxarılması onun bəzi istintaq proseslərindəki fəaliyyəti və Jeffrey Epstein işi ilə bağlı sənədlərə yanaşmasının tənqid olunması fonunda baş verib. Trump bildirib ki, Bondinin vəzifəsini müvəqqəti olaraq onun müavini Todd Blanche icra edəcək. Bondi isə özəl sektorda mühüm vəzifəyə keçəcək. Sırada yerli xəbərlər var. Son vaxtlar bir çox insan eyni şikayətlərdən danışır. Öskürək, halsızlıq və ürək bulanma. Maraqlısı isə odur ki, bu dəfə xəstəlik əvvəlki kimi bir neçə günə keçmir, bəzən həftələrlə davam eləyir. Bəs bu viruslar niyə bu qədər uzun çəkir və doğru müalicə üçün nələrə əməl etmək lazımdır?
Öskürək, halsızlıq, ürəkbulanma. Son vaxtlar sakinlər arasında bu kimi hallar yenidən artıb. Maraqlı məqam isə xəstəliyin sanki uzun ömürlü olmasıdır. Yəni insanlar günlərlə yox, həftələrlə sağala bilmir. Dedikçə belə şeydir, yəni öskürək keçib gedər də, öskürək keçmədi. Evdə təbabət üsuluna keçdik ki, təbabətlə sağaldıq. Sonra da görürük ki, yox, təbabət də buna yaramır. Ağızda acılıq hiss eləyirsən də, yediyin yeməyin dadını hiss eləmirsən, qoxunu hiss eləmirsən. 4-5 gündən artıq olar da, yəni qripəm. Amma normalam. Biraz öksürəyim var, o da keçib gedəcək. Biraz zəif idim, özüm pis hiss eləyirdim, özümdə şəkərəm. Amma qızdırmam olmamışdı. Sonra bir həftə həkim gəldi, bəzi sistemlərdə yazdılar, bir həftəyə düzəldi. Mütəxəssislər bildirir ki, bunlar əsasən qış və yaz fəsillərində aktivləşən kəskin respirator virus infeksiyasıdır. Xəstələrin ən çox yol verdiyi səhvlərdən biri həkim məsləhəti olmadan müalicəyə üstünlük vermələridir. Xüsusilə antibiotiklərdən nəzarətsiz istifadə həm xəstəliyin gedişini çətinləşdirir, həm də sağlamlığa daha zərər verir. İlk əlamət olaraq hərarətin yüksəlməsi, belə deyək də, boğazı qıcıqlanmadır, quru öskürəkdir, burun axmasıdır. Bu kimi şikayətlər olur. Bəzi halları təlaşlanmaq lazımdır. Nə barədə? Yəni, kəskin respirator virus xəstəliyi əgər uzun müddətli öskürək verirsə, artıq burada trakeitdən söhbət gedə bilər, bronkitdən, yəni aşağı tənəffüs sistemi orqanlarının zədələnməsindən söhbət gedir. Bəs niyə sağalma prosesi bu qədər uzanır? Bunlar ayrı-ayrı virus, yəni ki, respirator virus infeksiyanın müxtəlif ştamlarıdır. Yəni, ola bilər ildən ilə bu ştamlar dəyişir, olan klinik seyirlər bir qədər fərqlidir. Amma ümumilikdə isə təbii ki, bunlar 7-10 gün ərzində sağalmalıdır. Əgər şəxsdə 3 gündən çox artıq hərarət davam edirsə və yaxud da yeni əlamətlər, ağırlaşmış əlamətlər meydana çıxır, təbii ki, həkimə müraciət etmək lazımdır. Çünki bəzən bu infeksiyalar zamanı bakterial infeksiyalar qoşulur və fəsadlar baş verir. Mütəxəssislər bildirir ki, bu cür viruslardan qorunmaq üçün sadə qaydalara əməl etmək kifayətdir. Gigiyenaya diqqət yetirmək, immuniteti gücləndirmək, bol maye qəbul etmək və istirahətə üstünlük vermək əsas şərtlərdən sayılır. Bəyim Mahir qızı, Rüfət Əliyev, Aysən Ələkbərova, İTV Xəbər. Davam edirik. Bəlkə də bir çoxumuz üçün sosial media həyatın ayrılmaz bir hissəsinə çevrilib. Amma dünyada bu sahədə qaydalar sürətlə dəyişir. Artıq bəzi ölkələr uşaqlar üçün sosial şəbəkələri qadağan eləyir. Digərləri isə platformalara ciddi məhdudiyyətlər tətbiq edir. Məqsəd isə sadədir. Həm təhlükəsizliyi təmin etmək, həm də rəqəmsal asılılığın qarşısını almaq. Rəqəmsal dünyanın qızıl dövrü sona çatır. İndi dövlətlər virtual aləmin qapılarını bir-bir kilitləyir. Bu qlobal dalğanın önündə isə Avstraliya dayanır. Canberra rəsmi şəkildə 16 yaşından kiçik uşaqlar üçün sosial medianı qadağan edib. Şərtlər isə sərtdir. Qaydanı pozan texnoloji nəhənglər təxminən 34 milyon Amerika Birləşmiş Ştatları dolları məbləğində cərimə ilə üz-üzədir. Əgər platformada asılılıq yaratdığına görə məhkəməyə verilmə riski varsa, sistemdə dəyişiklik edib bunu azaltdığımızı sübut etmək bizim üçün böyük üstünlükdür. Burada 2 qat risk var. İstifadəçilərin asılılığı və Meta, Google kimi şirkətlərin üzləşə biləcəyi hüquqi təqiblər. Biz bu riski aradan qaldırmalıyıq. Dünyanın müxtəlif yerləri üçün Instagramın onlarla fərqli versiyasını yaratmaqdansa, sistemi kökündən və bir dəfəlik düzəltmək daha məntiqlidir. Avropanın mərkəzində də mənzərə fərqli deyil. Fransada Senatın qəbul etdiyi son qərarla 15 yaşlı gənclər üçün rəqəmsal yetkinlik imtahanı tətbiq edilir. Prezident Macronun təbirincə desə, alqoritmlər uşaqların beynini deyil, gələcəyini oğurlayır. Paris artıq transmilli nəhənglərin manipulyasiyasına qarşı öz rəqəmsal səddini ucaldır. Gənclər getdikcə daha erkən yaşlarda smartfon əldə edir və bununla da sosial mediaya çıxış qazanırlar. Oxuduğumuz bütün araşdırmalar da göstərir ki, onlar hər gün bu platformalarda daha çox vaxt keçirirlər. Bu məsələ gənclərin zehni inkişafına və dünya görüşlərinə birbaşa təsir göstərir. Google, Apple və Meta kimi nəhənglər artıq öz qaydalarını diktə edirlər. Bizə daha balanslı güc bölgüsü və şəxsi məlumatları qoruyan effektiv yaş yoxlama mexanizmləri lazımdır. Bu, demokratiyanın qorunması məsələsidir.
Şərqə doğru irəlilədikcə məhdudiyyətlərin tonu daha da tündləşir. Rusiya rəqəmsal suverenlik strategiyası ilə Telegramı tamamilə arxivə göndərir. Xarici messengerlər yerli Max tətbiqi ilə əvəz olunur. VPN xidmətləri isə faktiki olaraq tarixə qovuşur. Bu, yeni rəqəmsal dəmir pərdənin ucaldılmasından xəbər verir. İndoneziyada eyni yolu seçib. 16 yaşından aşağı uşaqlar artıq TikTok və Instagramdan məhrumdur. Jakarta rəhbərliyi hesab edir ki, rəqəmsal asılılıq milli genofond üçün real təhlükədir. Qeyd edək ki, İndoneziyada internetə çıxış səviyyəsi 80% ötürür. Z nəsli arasında isə bu rəqəm 88%-ə çatır. Qərar ümumilikdə müsbətdir, amma yaş həddi müzakirə olunmalıdır. Çünki dərslərimiz və tapşırıqlarımız çox vaxt məhz bu platformalar üzərində koordinasiya edilir. Tam qadağa təhsil prosesini çətinləşdirə bilər. Əsas sual budur. Bu qaydaları uşaqların hüquqlarını pozmadan necə tətbiq edəcəyik? Qərarların hazırlanması prosesinə ictimaiyyət və gənclər də cəlb olunmalıdır. Maraqlıdır ki, qadağaların beşiyi sayılan Amerika Birləşmiş Ştatlarında vəziyyət paradoksaldır. New York şəhəri TikToka qoyulan bəzi məhdudiyyətləri ləğv edib. Meriya hesab edir ki, rəsmi məlumatların geniş auditoriyaya çatdırılması üçün bu platforma vacibdir. Görünən odur ki, dünya mütləq azadlıq və sərt nəzarət arasında hələ də ortaq yol axtarır. Həqiqətən də bəzən sosial şəbəkələrdə olanda vaxtın necə keçdiyinin fərqinə belə varmırıq. Dənizkənarı Milli Parkda saat gülləsində milli etalon vaxtının nümayişinə başlanılıb. Anti-inhisar və istehlak bazarına nəzarət Dövlət Agentliyindən bildirilib ki, layihənin məqsədi ölkədə beynəlxalq səviyyəli dəqiq vaxt infrastrukturunu təmin etməkdir. Güllənin yanında vətəndaşlar üçün maarifləndirici stend də quraşdırılıb. Qeyd edək ki, bu etalon vaxtı 2025-ci ilin noyabrında çəkilər və ölçülər üzrə beynəlxalq büro tərəfindən təsdiq edilib. Dəyərli izləyicilər, saatlar 12 tamamı göstərəndə yenidən görüşəcəyik. Bizi izləməyi unutmayın.